Salam, hər vaxtınız xeyir. Coğrafiya 7-ci sinif iş dəftərində yer səthinin relyefi necə fərqlənir mövzusu ilə bağlı tapşırıqları izah edərik. Birinci tapşırığımızda deyir ki, klasterdə relyef formalarının ölçülərinə görə qruplaşmasını tamamla. Bildiyimiz kimi relyef formaları ölçüsünə görə 5 qrupa bölünür. Bunlar planetar, sonra mega forma, daha sonra makro forma, daha sonra mezo forma və mikroforma olaraq 5 qrupa bölünür. Yəni, ən böyükdən kiçiyə doğru planetar, megaformalar, makroforma, mezoforma və mikroforma. Birincisi planetardır. Planetarda burada sol tərəfdə Sakit Okean yazılıb. Sağa biz yaza bilərik. Qitələrdən birini yaza bilərik. Məsələn, Avropa qitəsi olar. Daha sonra megaformalara Qafqaz dağları yazıb. Biz həmçinin megaformalara yaza bilərik. Okeanların tərkibində olan, məsələn, dənizlərdən yaza bilərik. Məsələn, buraya yaza bilərik Ərəbistan dənizi. Daha sonra makroformalara yan silsilə yazıb. Həmçinin biz makroformalara burada yaza bilərik. Məsələn, Murovdağ silsiləsi və yaxud Qarabağ silsiləsi. Yəni, dağın hissələri və yaxud dənizlərin daha kiçik hissəcikləri makroformalara aiddir. Sonra mezoformaya burada Vəlvələ çayının dərəsi yazılıb. Biz həmçinin buraya yaza bilərik. Sualtı palçıq vulkanı, kitabdakı tapşırıqda da bu vardı. Sualtı palçıq vulkanı yazmaq olar. Palçıq vulkanı. Mikroformalara təpə yazılıb. Biz həmçinin yamac arası çökəkliklərdən yaza bilərik. Dağ yamacında olan çökəklik yazmaq olar mikroformalara, yəni ən kiçik hissəciklərə. Daha sonra terminləri izah yazın. Relyef yer səthinin bütün nahamarlıqları cəminə relyef deyilir. Yer səthinin nahamarlıqlar cəmi relyef adlanır. Sonra megaforma belə deyək, planetar relyef formasından sonra gələn ikinci relyef formasıdır. Bura əsasən dağlar və düzənliklər aiddir. Yəni, megaformalara dağlar və düzənliklər aiddir. Ölçüsünə görə ikincidir. Düzənliklər. Mezoforma ölçüsünə görə dördüncüdür. Yəni, planetar, mega, makro və mezoformalar. Mezoformalara makroformaların daxilində olan çay dərələri, göl çökəklikləri, mağaralar aiddir. Yəni, mezoformalara göl çökəklikləri və yaxud çay dərələri, bunlar aiddir mezoformalara. Şəkillərlə onlara uyğun olan relyef formalarını birləşdir. Burada planetar relyef forması, yəni mega verilib, planetar verilib və mezoformalar verilib. Deməli, biz burada, yəni birinci şəkil burada mezoforma gedəcək. Yəni, bura mezoforma olacaq. Çünki qum təpəciyi göstərilib. İkinci şəkil Avstraliya qitəsini göstərir. Bu planetar relyef formasıdır. Daha böyükdür, yəni ölçüsünə görə. Üçüncüdə dağı göstərilib. Bu da megaformalara gedəcək. Çünki dağlar, düzənliklər megaformalara aiddir. Bu da megaforma olacaq. Dördüncü tapşırıqda sxemdə verilmiş əlamətləri ifadə edən anlayışı yaz. Zəlzələlər qurunun yavaş qalxması və enməsidir. Quruda və okeanın dibindəki dağları yaradır. Litosfer havalarının üfüqi və şaquli hərəkətidir. Burada fikir versə, bunlar daxili prosesləri göstərir. Yəni, istəyir zəlzələ olsun, havaların hərəkəti olsun, dağlar olsun, bunlar daxili proseslərdir. Yəni, bura yaza bilərik biz endogen relyef. Yəni, daxili proseslər nəticəsində olan relyef formaları endogen proseslər adlanır. Endogen və eksogen proseslər nəticəsində yaranan relyef formalarını birləşdirin. Deməli, birinci şəkilimizdə bizdə kanyonu göstərib. Kanyon dərin çay dərələridir. Bu da eksogenə aiddir. Yəni, bura olacaq eksogen. Yəni, xarici proses nəticəsində, çayın nəticəsində yaranır. İkinci şəkilimiz burada şahid dağları göstərilib. Bu da eksogen amil nəticəsində yaranır. Yəni, aşınma prosesi nəticəsində. Bu da xarici prosesdir. Bu şəkilimizdə, yəni üçüncü şəkilimizdə dağları göstərilib. Dağlar endogen amil nəticəsində yaranır. Dördüncü şəkildə də vulkan püskürməsini göstərib. Bu da endogendir, yəni daxili proseslər nəticəsində yaranır. Altıncı, şəkil sxemə əsasən məntəqələrin göstəricilərini müəyyən et.
A-nın B-dən nisbi hündürlüyü, A-nın mütləq hündürlüyü 200 metrdir. B-nin də mütləq hündürlüyü 100 metrdir. A-nın B-dən nisbi hündürlüyü, yəni belə deyək, nisbi hündürlük iki nöqtə arasında və yaxud iki hündürlük fərqi, yəni belə deyək, nisbi hündürlük iki nöqtə arasında olan hündürlük fərqidir. Burada da A-nın mütləq hündürlüyü 200 metr, B-ninki 100 metrdir. Aradakı fərq olacaq 100 metr. C-nin nisbi hündürlüyü, C-nin hündürlüyü burada 1300 metr göstərilib. Ona görə də nisbi hündürlük olaraq, yəni belə deyək, oradakı bu fərq 1300 metr olacaq. Yəni C-nin buradakı mütləq hündürlüyü 1300 metrdir. 1300 metr onun nisbi hündürlüyüdür. Amma dağın mütləq hündürlüyünü dəniz səviyyəsindən götürürlər. Burada da dəniz səviyyəsi ilə, baxın burada dəniz səviyyəsi ilə C-nin göstərildiyi yer arasında da bir 100 metr fərq var. Yəni deməli C nöqtəsinin mütləq hündürlüyü 1400 metr olacaq. Nisbi hündürlüyü 1300 metrdir. Bunu görmək olur. Amma dəniz səviyyəsi ilə, dağın başlanğıcı dəniz səviyyəsindən götürülür. Dəniz səviyyəsi ilə B nöqtəsi arasında da bir 100 metr fərq var. Ona görə C nöqtəsində mütləq hündürlüyü olacaq 1400 metr.